İmam Sadiq əleyhissalam Həzrət Peyğəmbərdən bu hədisi nəql edirdi ki, deyirdi Peyğəmbər belə buyurub: "Əl-fuqahau umana'ur rusul." Deyirdi, alimlər, fəqihlər peyğəmbərlərin əmanətdarlarıdırlar. Belə məna eləyirdi. Peyğəmbərlər yolu gedənlərdirlər. Peyğəmbərlərin əmanətdarlarıdırlar. Amma sonra belə ifadəsi var. Bunu Həzrət Peyğəmbərdən nəql edir. "Ma lam yadkhulu fid-dunya." O zamana qədər belədirlər ki, onlar dünyaya daxil olmayalar. Bir nəfər soruşdu: "Ya İbn Rasulullah, bu nədir? Dünyaya daxil olmaq nədir ki? O zamana qədər bunlar peyğəmbərlərin əmanətdarlarıdırlar. Ondan sonra dəyişirlər." Dünyaya daxil olmaq nədir? Həzrət cavab verir. Deyir ki, "İttiba'us sultan, zalim hakimə itaat etmək, tabeçilik etmək. Bu dünyaya daxil olmaqdır artıq." Buyurur ki, əgər bir alim belə eləsə, zalim hakimə itaat eləsə, bu zaman sizin vəzifəniz nədir? Onu vurğulayır. Buyurur: "Fə-izə fəalu zalikə fəhzəruhum alə dinikum." Dininizi qoruyun həmin alimdən.